Qohumların bu dəfəki görüşü onlar üçün şadyanalıqla yanaşı bir sıra məzə sınaq xarakterini daşıyır. Sınaqlar gəlin otağının qapısının qarşısından başlanır. Burada gəlinin dilli dilavə rəfiqələri oğlan tərəfinin yolunu kəsəcək. Onları əməlli başlı söz deyişməsinə çəkəcəklər. Gəlin sandığının üstündə də tərs xasiyyətli, söz bilən bir oğlan uşağı oturacaq. Adətlərə görə gələn qohumlar onları ya söz güləşdirərək sözləşmə ilə, ya da hədiyyə və ya pul mükafatı ilə ələ almalı olurlar. Qohumların gəlinlə görüşü isə mütləq bal yaxılmış çörəyin gəlinin başına dolandırılması ilə başlanır. Bundan sonra məclis iştirakçıların öz arzularını ifadə etməsi, çörəyin iştirakçı uşaqlara paylanması ilə davam edir. Gəlinə ilk övladlarının oğlan olması arzusu ilə ballı çörəyin birinci tikəsini oğlan uşağına verilməsi ilə bildirirlər. Küçədə isə yol kəsti adəti məhəllə uşaqlarının işidir. Deyilənə görə bu vaxt od ilahəsi Alpan özü yerlərə təşrif buyurur, məclisi seyr edir. Evin həyətinə yalnız gəlin gətirən maşın buraxılır. Bu maşını xüsusi atəşfəşanlıqla qarşılayırlar. Hamı tonqalların arasından keçərək gəlin gəldi məclisinə qatılırlar. Bu atəşfəşanlıqda həm də saflaşmaq, paklaşmaq əlamətləri var. Ev sahibi maşının üstünə şirniyyat, konfet, qənd, xırda pul tökür ki, gəlinin qədəmləri sayalı, bərəkətli olsun, həyatı şirin keçsin. Məclis iştirakçıları artıq yorğunluqlarını unudaraq bir-birinə qarışır, sevinclərini rəqsdə ifadə edirlər. Gəlini isə evdə qaynanası və ya evin ən yaşlı qadını qarşılayır, öz otağına kimi müşayiət edir. Gəlin yol boyu onu müşayiət edən qohumların, dost tanışlarının alqışları ilə evin kandarında boşqab sındırır ki, tilsimlərdən azad olsun. Sonra əlini una batıraraq evin kandarını unlayır ki, bu da gəldiyi evin bərəkətinə qovuşmağının təcəssüm edir. Gəlin otağında onu araya alan qız gəlinlər mahnı oxuyur, gəlini əyləndirirlər. Qucağına oğlan uşağı verirlər ki, nəsil artımının özülü də qoyulsun. Söz güləşlərinin zirvəsi isə yengə ilişmələridir. Gəlinin yengəsini araya alan qohumlar onu tənqid və bənzətmə atəşinə tutur. Hərəkətlərini istədikləri kimi yozurlar. Şərt isə fikirlərin şeirlə ifadə olunmasıdır. Bu vaxt bəy dostların müşayiəti ilə həyətə daxil olur, hamı onu təbrik edir, istək və arzularını ona çatdırırlar. Bəy həyəti tərk edəndən sonra iştirakçılara gəlin plovu paylanır.
Az sonra qaynana gəlinə xələt vəd edərək oturmağı təklif edir. Həm oğlan evinin, həm də qız evinin məclislərinin xoş auralarını özlərində cəmləyən, həyat eşqi ilə coşan iki gəncin qovuşması ilahələrin diqqətində duran məqamdır.